Yanvarın 22-sində Aclıq aksiyasına başladı. İki tələf var idi. Qarabağ əllərinin pensiyaları, müavinətləri bir neçə dəfə qaldırılsın. 7 şirvan alırdı. O vaxtı birinci qrup Qarabağ əlli alırdı 9 şirvan, ikinci qrup ortalama 7 şirvan. Bu bir neçə 20-30 şirvan da belə deyək o vaxtki qiymətdən olsun. İkincisi isə şəhid ailələri, Qarabağ əlləri, veteranlarla bağlı prezidentin fərmanları var idi. Mövcud qanunvericilik var, işləmirdi. Onların icrasına nəzarət edəcək bir dövlət komitəsini xahiş edirdik. Özdə biz yazırdıq müraciətdəki acizanə xaric edirik. Tələb yox, xahiş edirik. Bu iki məsələni Ramiz Mehdiyev götürdü və başladı bunu siyasiləşdirməyə. Bizi müxtəlif siyasi dairələrlə bağlamağa çalışdılar. Biz bir Allah şahididir ki, mən Qarabağ əllərinin problemləri olanda, mən cəmiyyətin mətbuat xidməti olanda, məlumat idarə heyətinə təqdim edirdim. Onlar deyirlər ki, yazırdım, baxırdılar, imzalanırdı. Amma 10 kopya, 20 kopya edib düşürdüm qəzetlərin canına. Yeni Azərbaycan, Səs, Yeni Müsavat, Azadlıq, nə əlim çatan da Turan İnformasiya Agentliyi, nə bilim digərləri. Üzdə olan mətbuat orqanları. Bəli, hamısına verirdim. Hökumət bunu dərc eləmirdi. Müxalifət qəzetləri dərc edirdi. Bunlar da ondan götürdülər ki, biz bunlarla bağlamız var. Ramiz Mehdiyev başladı bu aksiyanı siyasiləşdirməyə. Çox ağır aksiya oldu. İndi bayaqlar burada bəzi mən gətirmişəm. Etimad rəhmətə gedəndən sonra iki kitabımız işığınızı görüb, birini mən çapa hazırlamışam dostlarla. Birini də Məlahət xanım, yoldaşı, jurnalist Məlahət Rızayeva hazırlayıb, dəstəyimizdən, bəzi məsləhətləşmələrlə. Zaman gələcək, burada hər şey var. Necə başlamışıq, necə qutarmışıq. Və bizim məqsədimiz iki məsələ idi. Bunu siyasiləşdirdilər, şişirtdilər. Gəldilər o vəziyyətə çatdırdılar ki, ölüm ağacıq aksiyasına başlandılar. Fevral ayının 6-sında mən Milli Məclisdə qolumu doğradım. Yadımdadır. Ədalətsizlik bizi qarşı Azərbaycan qəzeti, Səs-Qəyə, hamısı etimad başda olmaqla bizi düşmən çıxardırdılar. Orta məktəb müəllimlərimizi üzümüzə qoydular. Mənim kəndimdə orta məktəb müəllimini çıxartdılar, riyaziyyat müəllimini. Bir dəfə mənə dərs deməyən adam çıxartdılar ki, riyaziyyatdan 3 alırdı. Nə bilim, 2 alırdı, falandı, belə. Hansı ki, məsələyə aidiyyatı yox. Heç aidiyyatı yox. Belə 2 alsın, nə dəxli var o, məsələyə nə dəxli var? Etimadın müəllimlərini çıxartdılar, Azərbaycan qəzetində danışdırdılar. Bəxtiyar Sadıqov idi, baş redaktor. Götürdülər, mən də götürdüm. Ramiz Mehdiyevin xas adamı. Bəli, mən də götürdüm. Bəxtiyar Sadıqovun 92-ci ildə nəşr etdirdiyi kitabın adı, unutduğuma gətirəm, kitab məndə var. Qeyrət və xəyanət edin, belə bir kitab idi. Kitabın da etimad haqqında, indiki cəmiyyətimizin sədri, Qazilər Birliyinin sədri Asəf müəllim haqqında yazdığı şeylər var ki, qəhrəman oğlanlarımız yaralanıb, xəstəxanadadır falandır. Mən də götürdüm, onu verdim ki, Bəxtiyar müəllim. Bu dediyin nədir bunu? Götürüb yazırdılar ki, etimad belə rəhbərlikdən aparıb hökumətin texnikasını, dövlətin qızıldan qiymət texnikasını miniyə salıb. Etimadın ayağı ursetdə olub ki, ya burada olmayıbdır. Adını çəkmirəm, polkovnik var, hospitalda işləyirdi, Cənublu balasıdır. Soraşdı da bunu bizə. Deyir, mənə sardılar, dedilər ki, araş ver ki, Etimadın ayağı 15 il bundan qabaq kəsilir. Dedim, onun ayağının birini mən kəsmişəm, üzülüydü də, saxlamaq mümkün olmadı. O birisində saxladım. Ümumiyyətlə, Etimad ölüm ərəfəsində, Etimad ölə bilərdi. Əziz tamaşaçılar, verilişimizi bəyənin və paylaşın. Bunlar hamısı Ramiz Mehdiyevin tapşırığı ilə olub, və bunu cəzalandırdılar, bunu vəzifə işdən çıxartdılar. Həmən polkovnik sağdır bu günləri. Mən adını çəkib onu zərbə altında qoymaq istəmirəm. Amma bunu hamı bilir. Sən gör, bunu da Ramiz Mehdiyev, Ağdamdan Həsən Sariyev, Etimad Ağdamlı olduğuna görə, nüvə oradan olduğuna görə bütün oyunları Həsən Sariyevlə görürlər. İndi şükür Allaha, cəzası çəkir o da. Haradadır? İşdən çıxarılıb, avara kimi qalıb ortalıqda. İcra başçısıydı mı o vaxt? O vaxt icra başçısıydı. Əleyhimizə danos yazırdı. Ramiz Mehdiyevin tapşırığı ilə. Bu gün elə dünən siyahı paylaşmışdılar. Ramiz Mehdiyevin o kadrları hələ də icra başçısıdır. Bəlkə də ondan çox icra başçısı hələ də onun 31 il icra hakimiyyəti postunda oturan var. Fikrimi tamamlayın. Buyurun, buyurun. Deməli, məsələ gəldi, o həldə çatdı ki,
Bizi siyasi rəh verdilər, falan verdilər, falan verdilər. Biz də dedik ki, bu yalandır, bu iftiradır, bizim məqsədimiz budur, falandır. Milli Məclisdə mən qolumu doğradım. Etiraz elədim. Hadı Rəcəbli danışanda, demək, ilk dəfə sizin efirinizdən səsləndirirəm. O vaxtı mənim hirsim, davam Hadı Rəcəbliyə qarşı deyil idi təkcə. Mən bunun sağlığında Allah rəhmət eləsin. Hadı Rəcəbliyə dedim ki, stenoqramı tap çıxart. Şahlar Əsgərov orada qaziləri təhqir elədi. Dedi ki, iki cür insanlar olur. Biri gedir, şəhid olur şərəflə, biri də gəlir, bunlar kimi dövlətə qarşı çıxır. Gör, biz şərəfsizik. Orada mən deyirəm ki, biz şərəflə yaşamışıq, şərəflə ölmək istəyirik. Sonraki videolara baxıram, çıxışlarına baxıram, var o. Bizim istəyimiz buydu. Şahlar Əsgərov idi orada, məni əsas cırnadan. Daha da Rəcəbli də danışanda, rəhmətli ağ eləyəndə özümü saxlamadım, dedim onu. O şeylərə, mən qolumu kəsmək, eləmək, bundan haqqı sonra videoda baxmışam ki, bu nətər olub, bu nətər olub. Mən biraz affik vəziyyətdə olmuşam, biraz həqiqətən özümdə olmaq. Mən həmən vaxt elə bilirdim ki, mən ümumiyyətcə, xəstəliyim belədir ki, əsəbləşəndə bədənindən qan çıxanda rahatlaşıram. Mən həmən vaxtı özümü Milli Məclisin, o sal pəncərəsi var, ora çırpan kimi bilmişəm ki, ora çırpıram. Nə demişəm, nağarmışam, sonra baxıb təhlil eləmişəm ki, mən nə demişəm, niyə demişəm. Məndən soruşurlar, deyirdim ki, yadımda deyil. Gördüm ki, inanmırlar ki, mən yadımda deyil bu. Məndən qan çıxsın deyənə özümü şüşə çıxmışdım. Elə bir xəyalda. Amma sonra baxıram ki, özümü yuxarıdan aşağı atmaq istəyirəm. Rəhmətli Azər var, deyir, dənizdə batdı jurnali. Odur, digərləri məni tutur, qolumu kəsirəm. Yəni, söhbət nədən gedir? O altında ki, bu hadisə oldu, təmiz aksiyanın daha da qızışdı və meydana çıxdı. Rəhmətli Bəxtiyar Vahabzadə, yazışı Anar, Sabir Rüstəmxanlı və digərləri. Onlar hamısı burada adları var onların. Və onlar... Bəxtiyar Vahabzadə dağlamışdı. Bəli. Danışaq, yox, oradan sonra taparıq. Və bax deyirəm, deputat qrupu zamanın nüfuzlu ziyalıları, xalq yazıcısı Anar, Vaqif Səmədoğlu, Sabir Rüstəmxanlı, Rafael Hüseynov, Qulam Hüseyn Əlibəyli, İqbal Ağazadə, Fəzal İbrahimli. Fevralın 6-sında nəysə belə Qarabağ qaziləri ilə hakimiyyət arasında vasitəsilə isə xalq şairi Bəxtiyar Vahabzadə və Sabir Rüstəmxanlı öz üzərinə götürmüşdür. Gecə bu proses getdi, biz də Əvəz Ələkbərovu çıxartdılar televizora, Maliyyə Naziri. Ki, biz qazilərin problemlərini araşdırmışıq, problemlər həll olunacaq. Aksiyanı dayandırsınlar, xahiş edirik. Paralel olaraq da ziyalılarımızla danışıb gedir axı. Dövlət komissiyası yaradılır, onları da dəvət edirik, sabahları gəlsinlər və dövlət komissiyasında iştirak eləsinlər. Aksiyanı biz dayandırdıq, hamı sevindi ki, ölən olmadı filan. Bizim nümayəndə heyəti getdi, Maliyyə Nazirliyi heç bizim uşaqları qəbul eləmədilər. Sonra bəlli oldu ki, Ramiz Mehdiyev onu belə qurub, sonradan Qarabağ əlləri, şəhid ailələri, veteranları birliyi yaratdılar. Güya biz birləşmişik, saxtakarcasına, hansı ki Mehdi Mehdiyevdir sədri, uzun illərdir rəhbəridir. Bütün əmlakı da Qarabağ əllər cəmiyyətinin, Qarabağ əllər cəmiyyətinin şöbələrinin, filiallarının bütün əmlakında verdilər ora. Bu günləri o əmlakın 99% yoxdur, satılıb. Əlillər işlədiyi iş yerinin pulunu 4 il bildiyim qədər, 4 il. Hər həftə bir dəfə yığılıb gəlirdi prezident aparatına Qafar Əliyevin otağına. Gətirən adamı da tanıyıram, adını bilirəm. Gədadır, amma hələ yadını çəkmirəm. O da bizim o Mehdi Mehdiyevin cəmiyyətində o işlərlə məşğul olan. Adları çəkməmək nə qədər doğrudur? Sonra hamı bizi qınayır ki, Ramiz Mehdiyev gedəndən sonra danışırsınız. Çəkdim də, deyirəm ki, Qafar Əliyevə gəlir. 4-5 il Qafar Əliyev arvadına, uşağına, nəslinə, kökünə ayağı olmayan oğlanların pulunu yedizdirirdi. Ora gəlirdi, bölünürdü. Ziyəddin Abbasov var idi. Qarabağ Əllər Cəmiyyətində şöbə müdiri, hər iki ayağını itirmişdi. Ziyəddin Abbasov o işlərə rəhbərlik edirdi, bizim cəmiyyətdə idi, sonra onu qorxuzdular. Etimadın əleyhinə də bəyanat verdi, qəzetlərdə yazılar yazdı, keçdi o cəmiyyətə və o maliyyəni saxda, maliyyəni o idarə edirdi. O da məlumat verirdi ki, hər həftə aparıram, verirəm pulu falan kəs gəlir, aparır prezident aparatında Qafar Əliyevə. Hər həftə. Təqsib eləyərsə, şahidlər çıxardarıq ortalığa, deyərlər, nətər, nəcür. Yəni, bunlar Ramiz Mehdiyevin kadridir.